Bir dəfə Ömər ibn Xattab, Allah ondan razı olsun, bir fərman verdi. Südün həcmini artırmaq məqsədi ilə ona su qatmaq qəti şəkildə qadağandı. Qatılmış südü satmaq haram edildi. Ömər dövlətin təməlini qoyur. Yeni qanunlar tətbiq edirdi. Dövləti möhkəmləndikcə yeni fərmanlar və qaydalar gətirirdi. Hər cür saxtakarlıq və aldatmaq qadağandı. Suyu ayrıca, südü ayrıca satın. Amma südü çox göstərmək üçün ona su qatmaq haramdı. Bir gecə yalnız Allahdan qorxan Ömər tək başına gecə yoxlamasına çıxarkən bir qadının qızına belə dediyini eşitdi. Qızım, gecədir, südün içinə su qat. Qız dedi, ana, bilmirsənmi ki, Ömər ibn Xattab bunu qadağan edib, bu barədə fərman verib. Ana dedi, Ömər bizi indi görmür. Bəs onların söhbətini kim eşitdi? Elə Ömərin özü. Ana əmin idi ki, o onları nə görür, nə də eşidir. Qız isə dedi, və burada diqqət yetirməli məqam budur. Amma Ömərin Rəbbi bizi görür. Mənim üçün əsas olan qanun deyil, Ömərin nə deyib deməməsi deyil. Məsələ artıq Ömərdə deyil, bizi görən aləmlərin Rəbbindədir, ana. O anasına dedi, bəs Ömərin Rəbbi necə? Sən tək qalanda və haram bir şey etmək istəyəndə bu sözləri xatırla. Bəs Ömərin Rəbbi necə? Ya Rəbbim, baxın, bu Allaha qul olmağın mahiyyətidir. Bu ibadətin özüdür. Hətta bundan da yüksək, bu ehsan məqamıdır. Sən Allahı görürmüş kimi ona ibadət edəsən. Sən onu görməsən belə, o səni görür. Bu qız ehsan məqamına çatmışdı. İbadətin ən yüksək dərəcəsinə. Sonradan Ömər ibn Xattab onu öz oğluna ərə verdi və o, bu ümmətin salih xəlifələrindən biri olan Ömər ibn Əbdüləzizin nənəsi oldu.